İndiyədək bir işçi qrupun başçısı olmusunuzmu və bir toplumun məsuliyyətinin nə demək olduğunu bilirsinizmi? Belə bir şəraitdə insan doğrudan da çarəsiz qalır. Bu şəraitdə Fatimə-i Zəhra salamullah əleyhanın roluna baxın. Tarixi məlumatlar arasında bu məqamları tapmaq lazımdır. Lakin təəssüf ki, belə məsələlər üçün fəsil ayırmırlar. Fatimə-i Zəhra Peyğəmbərə bir ana, müşavir və təbib kimi olub və məhz buna görə ona Ümmü Əbiha, yəni atasının anası demişlər. Bu o zamana, yəni bu qızın 6-7 yaşı olan vaxtlara aiddir. Əlbəttə, ərəb cəmiyyətlərində və isti yerlərdə qızlar fiziki və psixoloji cəhətdən daha tez inkişaf edirlər. Məsələn, bizim indiki 10-12 yaşlı qızlarımız qədər. Bu məsuliyyət hissidir. Bu, bir gənc üçün örnək ola bilməzmi? Öz ətrafına qarşı tez məsuliyyət hiss edib fəaliyyətə başlamaq, malik olduğu böyük potensialı xərcləmək, yaşlı misal üçün 50-ni ötmüş və təqribən qocalmış atasının qəm-kədərini bölüşmək. Bu bir gənc üçün dərs ola bilməzmi? Bu çox əhəmiyyətli məsələdir.